Binə qəsəbəsi 160-ın son dayanacağına 600-700 metr məsafədə tam asfaltın üstündə 3 sota yaxın, 2 sot yarım, harasa həyətyanə arası olan qapı da birbaşa, yəni məhləyə açılır. Asfaltdan 20 metr aralıdır belə. 4 otaq ev, şəxsi tikili evdə əldamı həyətində var. Evimiz yerdən də kürsülüdür. Yəni 4 otaqda evdir. Qoşadaşından tikilmə evdir. Evin satış qiyməti 65-dən 58 minə düşdü. Qapı da məhləyə açılır. Daha doğrusu dostlar 5 otaqdır. Mətbəxdən də bir dənə otağa girişdir. Yəni mən onu qeyd eləmədim. Belə bir sanitar qovşağımız gördüyünüz kimi. Sanitar qovşağı, bax mətbəxə giriş buradır. Girirsən bax belə mətbəxdə indi buranı birazdan çəkərəm. İçəridə adam var. Koridordur. Koridordan sağda bir otaq. Gördüyünüz kimi. Qoşadaşına tikilmə evdir. Burada belə geniş qonaq otağı. Qonaq otağından da 2 dənə yataq otaqlarına keçir. Bax 2 yataq otağı, plus bura zal, plus bir otaq orada, 3 yataq otağı, qaldı mətbəx. Mətbəxdən də bir dənə otağa keçirdi. Kombi var, kollektor sistemi də buradadır. İndi girək mətbəxə. Girdik mətbəxə. Bura mətbəx sistemimizdir. Mətbəx mebelinə qədər yığılıb, yenə qeyd edirəm, qoşadaşdır. Mətbəxdən də bir dənə bura otaqdır. Yəni otağa keçid var. Buranı elə bir oturma odası kimi də sayırlar. Qiymət 58 minə düşdü. Şəxsi tikili evdir. Buyurun əlaqə saxlayın. Binə saxlı 160-ın son dayanacağına cəmi 600 metr məsafə.